Hoş geldiniz. Fədakar insanlar. Salam ederiz. Böyük fədakarlıq aksiyası edirsiniz. Hər birinizə təşəkkür edirəm. Tofiq Yaqublu'nun səhəri çox ağırdı. Bilirsiniz, bugün səhərdən zəng edə bilməmişdi. Ailəsi getmişdi müalicə müəssisəsinə. İndi yolda gələndə öyrəndim ki, zəng edib danışıb bir təhər, amma vəziyyəti son dərəcə pisdir. Aclığın 33-cü günündədir və demək olar ki, Əliyev rejimi onu ömrün son akordlarına gətirib çıxardı. Və indi bu günlərdə son qərarı verirlər. İlham Əliyev və komandası düşünürlər. Nə edək? Bu tədrici ölümü başa çatdırar mı? Yoxsa Allah şeytana lənət edib deyib Çinimizə, qisas hissimizə qalib gələk və yarı yoldan zərərin yarısından dönək. İndi hal-hazırda onu düşünürlər yəqin ki. Çünki çox vaxtları qalmayıb açıq. Hər şeydən görünür ki, Tofiq bəyin artıq çox vaxtı qalmayıb və yaxın günlərdə bu qərarı verməlidirlər. Və mən də bəzi təhlilləri, mövqeləri demək istəyirəm ki, bu son qərarı verən zaman onu nəzərə alsınlar. Tofiq Yaqublu'nu öldürsəz nə olacaq? Azərbaycan xalqı qorxacaq, Azərbaycan xalqı qorxmayacaq. Azərbaycan xalqı daha da qəzəblənəcək, daha da hiddətlənəcək. Xalqla aranıza düşmənçilik düşəcək. Bu qədər. Bütün hakimiyyətlər əvvəl-axır gedirlər. Kimlərə qalıb ki bu dünya? Əgər Hüsnü Mübarəkdən, Kəddafidən, Əsədlərdən, bütün başqa Pinochetlərə qədər dünyanın bütün ünlü avtoritar rejimləri və diktaturaları əbədi ola bilməyiblərsə, bu hakimiyyət də əbədi olmayacaq. Amma Tofiq Yaqublu'nu öldürəsi olsaz, o sonun başlanğıcı olacaq və biraz da sürətlənəcək bu proses. Tofiq Yaqublu'nu öldürəsi olsaz, ölkədə sosial vəziyyət daha da pisləşəcək. Kimsə düşünürsə nə əlaqə, deyim nə əlaqə. Onsuz da ötən il aparılan siyasət nəticəsində ölkəyə gələn xarici sərmayə 30% azalıb. İndi özünün ən qəhrəman övladlarından birini qanunsuz həbslə, həbsxanada öldürən bir rejimə kim gətirib sərmayə qoyacaq? İndi 30% yox, 70-80% azalacaq o sərmayələr. Azərbaycan dövlətinin etibarı olacaq 2 qəpiklik. Baxın, indi ABŞ Konqresində müzakirələr gedir. Orada bilirsiniz ki, o müzakirələr insan haqları ilə bağlı gedir, amma erməni lobbisi də təsir göstərir ora. Bəli, erməni lobbisi güclüdür, təsir eləyə bilir. Amma onlara da şans verəcəklər ki, Azərbaycanla bağlı daha da sərt mövqe qəbul edilsin. Yəni, faktiki nə olacaq? Tofiq Yaqublu'nun öldürülməsi Azərbaycan rejiminin erməni lobbisinə ötürməsi olacaq da. Onlar deməli bu məqamdan istifadə edəcəklər. Azərbaycanın adı daha da bədnam olacaq. Burada bunlar kimə nə qədər hayküy salırlar, salsınlar ki, filənkəs erməni pərəstlik, bəhmənkəs erməni pərəstlik. Fakt, nəticə bu olacaq ki, Azərbaycan hakimiyyətinin səhv siyasəti nəticə etibarilə həmin Azərbaycanla düşmənçilik eləyən dairələrin, o cümlədən həmin o erməni lobbisini çörəyinə yağ sürtmüş olacaq. Tofiq Yaqublu'nu həbsxanada öldürmək elə bir böyük ittiham dalğasına səbəb olacaq ki, bütün beynəlxalq aləmdən. Baxın, həqiqi idealistlər Azərbaycan hakimiyyətinə münasibətdə sərtləşəcək. Çünki sən öz müxalifət liderlərindən birini öldürmüş bir rejimsən. Deməli, həqiqətən insan haqlarına dəyər verən, prinsipləri olan siyasətçilərin münasibəti pisləşəcəkmi? Pisləşəcək. Bizə münasibətdə bu və ya digər səbəbdən qərəzli olanların əlinə biraz da əsas düşmüş olacaq, elədir, yoxsa yox. Deməli, onlar da mövqelərini sərtləşdirəcəklər. Ölkəni bütün dünyada bədnam eləyəcəksiniz. Bəs nə qazanacaqsınız? Heç nə. Azərbaycan xalqını bir daha vurğulayıram ki, belə bir qətl qorxutmayacaq. Nədən bilirəm? Azərbaycan xalqını heç tərtər cinayətləri qorxutmadı. Azərbaycan xalqını heç 20 yanvar qorxutmadı. Təbii, kimsə düşünə bilər ki, axı qorxanlar var. Qorxanlar onsuz da qorxur. Qorxanlar onsuz da qorxub. Onların qorxması üçün Tofiq Yaqublu'nu öldürmək lazım deyil ki.
Amma sizin kimi igidlər Tofiq Yaqubluya bugün ən azı sosial şəbəkələrdə dəstəyini ifadə edən 10 minlərlə insan daha da hiddətlənəcək. Və mən əminliklə deyirəm ki, bu təhlili də nəzərə alsınlar, bu xəbərdarlığı da nəzərə alsınlar. Tofiq Yaqublunu öldürmək rejimin sonunun başlanğıcı olacaq. Ona görə də bir neçə dəfə düşünsünlər bu barədə. Bir dəfə düşünməklə olmaz. Bir neçə dəfə düşünsünlər. Bu ağır bir ittiham olacaq rejimin üzərində. Çox ağır bir ittiham olacaq və icraçılar kim olur olsun, ideya verənlər kim olur olsun, icra eləyənlər kim olur olsun, əsas məsuliyyət də şəxsən İlham Əliyevin üzərində qalacaq. Ona görə də nəzərə alsınlar, əl çəksinlər Tofiq Yaqubludan. Tofiq Yaqublu suçsuzdur. Azərbaycan xalqı ədalətli xalqdır. Heç bir cinayətkarı belə sevməz. Azərbaycan xalqı bilir ki, o suçsuzdur. O xalqının haqqını müdafiə etdiyi üçün rejimin hədəfindədir. Növbəti dəfə şərlənib. Ona görə də hökumət heç nə itirməyəcək. Onsuz da görün neçə ilini alıblar onun əlindən. Onsuz da yox, əvvəlki illəri də saysan, sayıb qutarmaq mümkün deyil. Onun həbsxanada keçirdiyi zamanları. Səhhəti pozulub. Olmazın pisliyini etmişsiniz. İndi heç olmasa dayanın və Tofiq Yaqublunun xatirinə yox, Azərbaycanda demokratiya və insanlığın xatirinə yox, belə şeylər sizi ilgiləndirməz. Özünüzün maraqlarınız üçün dayanın. Çünki əmin olun ki, bugün qarşınıza çıxan bu iş başa çatdırsaz, bu meranq effekti ilə özünüzü vuracaq. Tam bunu heç bir emosiyasız, təhlil əsasında bu qənaətə gəlmişəm, əminəm və Azərbaycan hakimiyyəti də, şəxsən İlham Əliyev də qərar verəndə bunu nəzərə alsın. Bu qərar, bu meranq effekti ilə rejimi vuracaq. Hər tərəfdən gözlədikləri, gözləmədikləri yerdən zərbə alacaqlar və bir mənalı şəkildə sonun başlanğıcı olacaq. Ona görə də Tofiq Yaqublunu azad etmək lazımdır. Sizə minnətdarlığımı bildirirəm. Siz əslində bu əsir edilmiş xalqın sözçülərisiniz. Bax, heç yerdə xalqın öz fikrini ifadə etməsinə imkan verilmir. Meydanlar qapadılıb polis gücünə, mətbuat qapadılıb. Yeri gəlmişkən, dünən sərhədsiz reportyorlar rəsmən təsdiqlədilər ki, Azərbaycanda bircə müstəqil mətbuat orqanı qalmayıb. Hamısı qapadılıb. Bəli. Heç yerdə etiraz eləmək imkanı yoxdur və siz indi səhhətiniz, canınız bahasına bu etirazı ifadə edirsiniz. Ona görə mən sizin fədakarlığınızı çox yüksək qiymətləndirirəm. Sizə çox sağ olun deyirəm. Minnətdaram sizə. Və Azərbaycan xalqı bunların hamısını görür. Tofiq Yaqublunu da sevir. Bu yolda olan hər kəsi sevir. Hərəni tanıdığı, xidmətinə uyğun olaraq miqdarda. Amma bilin ki, xalqımız ədalətlidir. Ona edilən bütün pislikləri bildiyi kimi yaxşılıqları da bilir. Allah sizin hamınıza kömək olsun. Sizə də təşəkkür edirik. Sağ olun. Allah razı olsun. Bəli, biz bir siyasətçi kimi yox, siyasi məhbus kimi yox. Biz Azərbaycan xalqının bir nümayəndəsi kimi Tofiq Yaqubunun müdafiəsinə qalxmağımız bu bizim şərəf borcumuz. Var olun. Var olun. Allah köməyiniz olsun. Var olun.